İndi isə daha ətraflı. Böyük qayıdış proqramı çərçivəsində bugün Kəlbəcərə növbəti qayıdış reallaşıb. Səhər saatlarında Bakıdan yola salınan ailələr artıq evlərindədirlər. Üzlərindəki ifadə, gözlərindəki sevincdən, hətta səslərindəki həyəcandan, təəssüratlarından anlamaq çətin deyil. 33 il əvvəl didərgin salındığı bu torpaqlara yenidən ayaq basırlar, həm də əbədi olaraq. Arzum idi ki, gəlim öz vətənimə, orada da demişəm, deyirəm ki, eləmi vətən yaxşı, köynəyə kətan yaxşı, gəzməyə qərbi ölkə, ölməyə vətən yaxşı. Kəlbəcərdə bu evlərin tikilməsi bizim üçün böyük sevinç və məsuliyyət hissi doğurur. Həqiqətən də mən Gəncə şəhərində doğulsam da, amma illər öncədən ailəm bizə Kəlbəcəri sevdirmişdi. Kəlbəcər haqqında şeirlər, dastanlar, hər bir şey danışmışdı. Bununla da bağlı Kəlbəcərə gəlmək üçün bizdə böyük bir sevinç təəssüratları yaranmışdı. Bugün çox xoş bir gündür mənim üçün. Öz doğulduğum, amma böyük başa çata bilmədiyim Kəlbəcər şəhərindəyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 112 nəfər köçürüldü. Sakinlərə evlərinin açarları təqdim olundu. Bugün Kəlbəcərə köçürülən növbəti köç kərvanında 27 ailəyə yeni yaşayış masivindən 2, 3, 4 otaqlı olmaqla müasir tələblər formasında tikilmiş binalardan əsaslı şəkildə təmir olunmuş mənzillər təqdim olunub. İşğaldan azad olunan digər ərazilər kimi Kəlbəcərdə də yenidən qurma işləri kompleks həyata keçirilir. Birinci yaşayış məhəlləsində artıq bir neçə mənzil istifadəyə verilib. Hazırda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrində layihələndirmə işləri aparılır. Bu binalar kəsintisiz olaraq su, elektrik enerjisi və internetlə təchiz olunub. Həmçinin köçən ailələrə, sakinlərimizə ərazi ilə bağlı məlumatlar verilib, təhlükəsizlik qaydaları izah olunub, həmçinin təlimatlar təqdim olunub. Burada avtomobillərin parkingi ilə bağlı olsun, ərazinin təmiz saxlanılması ilə bağlı olsun və digər məqamlarla bağlı bütün məlumatlar verilib. Bugünkü ailələr də daxil olmaqla Kəlbəcərə ümumilikdə 108 ailənin, 450 sakinin qayıdışı təmin olunub. Xaliq Qurbanlı, Zəhra Rızayeva, Fuad Quliyev, Natiq Çıraqzadə, ASTV Xəbər.